Rus kadın vodka gibidir. İçersen gider. Türk kadın rakı gibidir. Karpuz ister, kavun ister, cacık ister, ister de ister. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev. Qurban olaram Azərbaycanımın mərd, etibarlı, gözü tox, gözəl xanımlarına. Dostoyevski yeniyetmə əsərində yazırdı ki, Rus qadınları tez xarab olur. Onların gözəlliklərinin ortaya çıxması ilə yox olması bir olur. Qonşunun listrundan bizim də evdə olmalıdır, onlar da uzaqdır. Boşanan kimi barışıq əvəzinə dərhal ağlına aliment gəlmir. Keçmiş ərdən alınacaq alimenti özlərinə təhqir hesab edirlər. Bu da yəqin ki, yalnız etnoqrafik xüsusiyyətlərdən asılı deyil. Buna səbəb bir də Rus qadınının qeyd-şərtsiz sevgisidir. Rus qadını sevdiyi zaman hər şeyini birdən verir. Taleyini də, bu gününü də, sabahını da təslim edir. Qənaət nədir bilmir. Ehtiyat olaraq heç nə saxlamır. Beləliklə, gözəllikləri də tez yoxa çıxır. Bunu Dostoyevski demişdi, mən yox. Əziz izləyicilər, sizcə Azərbaycanda bu boşanmaların çox sürətlə artmasının əsas səbəbi nədir?